Salam. Deməli, hər birinizi salamlayıram. Toy vlog çəkirəm. Üstünə səs yazıram, ona görə belə gec-gec düşür. Arxada mahnı var. Deyir ki, toyda xalam qız deyir ki, toyda hər dəfə hər yerdə saçı ilə olan cringe qızlara var, onlara oxşadın. Hə, nəysə, qardaşım da nəsə deyir, amma bilmədim yadımdan çıxıb. Burada ikinci xalam qızı, üç xala qızım var və biri evdədir. Burada mahnını oynayıram. Bizim görsəm xala qızım burada gizli hərəkət edir. Mən də genəldə deyirəm ki, xalam səni çəkirdi və ya videoya. Nəysə. Aha, mən sizə çatanda deyəcəm. Burada üzə restorana çatırıq. Hamının əlində nə var? Kola var təbii ki də. Yolun var. Bizim xala qızım burada deyir ki, bizim şalvarımız belə eynidir. Mən deyirəm biz ikiz bacılara oxşayırıq. Şalvarımız da eyni rəngi falan. Burada deyirəm ki, şeydir, köynəyimizin rəngi nə qədər belə eynidir. Nəysə. Belə. Burada yanaq kərəmdir, nədir o mahnı var və mən də onu oxuyuram. Salyan tərəfə düşdü, bundan aldıq. Arkadakı səslər burada çox da fikir verməyin. Salyan tərəfə bundan aldıq. Biz pişirin çörək deyirlər, amma biz bunu yeməyən adam yeyirik və bizə çox tatlı gəldi. O qədər acıydıq çünki saat 8-də yemək yemişdik, 8-9 arası və bu saat bilsiz necədir? 4-5 idi. Burada masallıya çatırdıq, şey demək olar ki. Salyandaydıq da, hə, Salyandaydıq, nəysə. Orada çatanda xəbər eləyəcəm. Burada üzrə biz masallıya çatdıq. Burada yenə şoferimiz mahnı qoşur deyə heç nə, yəni belə səs üstdən yazdıram. Və burada köçkilfə tutulmuşuq. Masallıya çata-çata şey yerik, fıstıq yerik. Baxın, bura fikir verməyin, bura biz tökmüşük. Nəysə, fıstıq yeyirəm yəni burada, ləbləbi fıstıq, nə deyirsizlər bunlar. Baxın, yəni tıxırıq orada bildiyimiz. Yolda nə tapdıq yedik, simiçka, nə bilim, eticin, kola, adi su, soyuq su, ayran qatmışıq. Yenə yeyirəm. Nə qədər yemək olar, nə qədər. Eticin, görürsünüz, albeni də var hətta orada, albeni də yemişdik. Üstümüz başımız nə gündədir, bu da qardaşımdır, oynayır. Nəysə, bays. Toyda mahnı olmasaydı sizə qoyardım, üstdən yazmazdım kaş. Nəysə, burada deyirəm ki, siz bizi toya göndərmişsiniz, amma burada evdən də 5 betərdir. Qab plasmasdır, normal şüşə qab belə deyil, yəni. Mənim vilkamda yemək yemişlər, təmiz yumamışlar. Ailənin qabında gördüyünüzdə belə bir şey var idi, oranı dairələyər. Biz bir də qabacada deyinirdik. İndi burada nəsil çəkənlər üçün çox özür diləyirəm. Burada baxın biz nə yeyirik, bir dənə bura baxın. Yəni görürsüz, bir qabdan ilgənir. Ya mən bu qabı hamısını yanına çəkmişəm ki, rahat yemək üçün. Soklarımız da buradadır. Öpürəm sizi, sağ olun, sağ salamat.